Doktor, nə üçün 40 yaşından sonra evdar qadınlar depressiyaya düşür? Təəssüf olsun ki, evdar qadınların bir qismində özünü ailə və övladlara həsr etmək var. Burada əlbəttə ki, pis bir hal yoxdur, amma bu həsr olunma məqamında qadınlar özlərini unudurlar. Həyatlarında başqa maraqları olmur, hobbiləri yoxdur, istəkləri yoxdur, maraqları yoxdur, ortamı yoxdur. Və nəticədə 40 yaşlarında, hansında ki, artıq övladlar böyüyüb, sərbəstdirlər, öz həyatları var. Yeniyetmədirlər, tələbədirlər. Həyat yoldaşları işləyir, onun da özünün ortamı və həyatı var. Və nəticədə qadın həmin o bu ailəyə həsr olunmanın bir boşluğunu yaşayır. Çünki artıq xüsusilə də övladların ona olan ehtiyacı azalıb, çünki rollar dəyişib, onlar daha böyüdülər. Və bu halda qadın bir yaşadığı həyat tərzinin bir boşluğunu yaşayır. Çünki artıq özünü nəyə həsr edəcəyi anlamır. Eyni zamanda uzun müddət maraqlarına və məşğuliyyətlərə qarşı bir məhdudiyyət olduğu üçün nəyə maraqlı olduğunu da xatırlamır və ya tapa bilmir. Və bu bir depressiv, təşviş və digər psixi sıxıntılar üçün bir səbəbdir və bu yaşlarda qadınlar daha tez-tez psixiatra müraciət edirlər.